Salam, kanal videoma hoş geldiniz. Belə dedim, biraz qəribə oldu. Bir ay yarımda video çəkmirəm. Axırıncı uzun vlogumuz tətillə gediş vlog olmuş və tətildə seçmişdim birincisindən vlog. Və yadımda düşdü ki, yayda baş verən heç nə seçməmişəm uzun vlog kimi. Buna görə də bugün həm klassik bir evdə bir günüm və axşam sürpriz vlog olacaq. İndi paltar ütüləyirəm. Çox da olmasa da bir neçə paltar var və mənim ən sevdiyim şeylərdən birisi paltar ütüləməkdir. Bunu da bilmirsiniz, bilmiş oldunuz. Yəni çox maraqlıdır mənim üçün. Ev işlərindən zəhlənmirdir, amma əgər paltar ütüləmək varsa, mamın başının ətini yeyirəm paltarlarına ver deyə. Hə ma? Deyirəm ki, ev işlərindən zəhlənmirdir, amma əgər paltar ütüləmək varsa, ən birinci mən qatıram işə, hə? Mamam da təsdiqlədi. İndi davam edə bilərəm. Evdə çox sıxılırdım. Dedim ki, mən gəzmə yaparım. Bu dünən gecə baş verdi və dedilər ki, onda sabah axşam çağı gedək Sibrizə. Bir də hovuz ya da dənizə girməyəcəyik. Bilirsiniz, orada hovuz və dənizlər də olur. Amma biz ora girməyəcəyik. Axşam gedəcəyimiz üçün sadəcə axşam fəaliyyətlərindən yararlana bilərik. Orada yemək, musiqi falan filandır, yəni. Məncə maraqlı olacaq. Bəs bugün saat 12-də durdum. Bu aralar mənim yuxu rejimim çox pisdir. Gecə minimum 1-də, maksimum 2-də yatıram və saat 11-də 12-də dururam. Tez durmaq istəyirəm, çünki günümü dolu-dolu keçirmək istəyirəm, amma bu heç vaxt olmur. Çünki həmişə alarm qururam saat 9-a, 10-a və yenə dururam 12-də 1-də və belə də yaşayıb gedirəm. Amma yenə də günüm dolu keçir, yəni bəzən. Bir də günlük rutin kimi hovuza gedirəm, üzgüçlüyəm. Ondan başqa bir şey baş vermir. Bir də araya bir gəzmə gedirəm, onu da qısa vlog kimi çəkirəm, shorts kimi. Fikir verdim ki, heç uzun vlog çəkməm yayda. Dedim ki, artıq başlayacağım. Bir ay yarım qalıb məktəbin açılmağına. Bu müddətdə uzun vloglar gələcək. İnşallah. Sağ ol, mama. Sağ ol. Mən bunu açıb gəlirəm. Düşündükdən sonra qərar verdim ki, daha o ideya baxacağım. Və yay başlayanda hamının başladığı dizide mən indi 3-cü bölümdəyəm. İndi hamı 10-cu bölümdə falan deyəkin ki. Bu serial ilk dəfə çıxanda çox lal qoyurdum. Deyirdim ki, çox maraqsız, klişe şeylərdir, cringe bir şeydir zat. Amma indi mənim də xoşuma gəlməyə başladı. Və favorim Leyladır bu arada. Saat 7:20 dəqiqələr, mən də paltarımı geyinəcəm. Vlogumu sizə göstərirəm. 3, 2, 1. Bu sefer lili elədim. Çox qəşəng göründüm məncə. Saçımı əslində solxanan forma verib belə eləyəcəkdim, amma bu dəfə yuxarıdan belə hörüb yığmaq istədim. Və məncə belə daha qəşəng oldu. Və donum da belə görünür. Peki. Kubler. Sen de mi yerin dibe daldın? İyi Rubik küpler. Neden açtım? Sen de mi yerin dibe daldın? Arzu. Sen bakın göstererek. Saçımı vurdu. Çok kaşe olup kıskandım. Outfit'i de belədir.
McDonald's yeməyə qərar verdik və çöldə yer tutdum. İçəri sifariş verirlər. Bayaq belə bir şey oldu. İndi atam oradan işlən birisini görübdü. Mən də sonra mənə soruşur ki, görsən kimdir? Mən deyirəm, mən nə tanıyım falan kəsdim valiyarı nəzarət. İndi kişinin adını bilməyəcəm. Amma atam telefonda falan nəzarət, falan iş yazır. Ona görə hamısı bir-birini oxşuyur. Düz demirəm? Салфетка помните? Kırmızı ay. Çok kararsız kaldım. Kızım yokuymuş. İkincinden salam. Sibirisindən qaydandan sonra seçməmişdim. İndi isə yaxınlarda bir toy var. 2 dənə məclis olacaq. Ona görə də onun üçün 6 yaşamaya gəldim. İndi donun kriteriyalarına səni sayıram. Üstündə gümüş daşları olmalıdır, parlaq bir şeyler olmalıdır. Sarı ya da səhra ya da mavi rənglərində olmalıdır. Gümüş rəngli ola bilər və uzun olmamalıdır. Çox mini də olmamalıdır. Sadəcə biraz qısa olsa yaxşı olar. Belə yəni. Evə gəldim və don tapa bilmədim. Təəssüf ki. Çünki çeşid çox da yox idi. Amma bir ayaqqabı, bir üzü və bir köynək aldım. Sizə onları göstərəcəm və çox qəşəng köynəyim bu arada. Mənim özü şəhərdən olanda mən də gəlib oradan alacağım və çox vaxtda vlog seçərəm. Shorts vlog yəni. Bunun gözəlliyinə baxın. Yəni Gossip Girl var üstündə, təbii ki alacağım. XXL. Şimdi arkasında da bir şey vardı. Bayağı gördüm. And who am I? This is a secret I never tell. Oradaki bir tane söz yaptılar ve çok qəşəngdi, yani çok qəşəngdi. Bunu gördüm ve almasam olmazdı. Sonra üzüm var, üzük. Size orada göstərdiyim gümüş yoxsa qızıl qərar verə bilmədiyim üzüydü. Və gümüşünü seçdim çünki bütün aksesuarlarım gümüş olacaq. Və ayaqqabımda gümüş detallar var. Ona görə də onu da gümüş seçdim. Aldıqlarım bu qədər idi. Dediyim kimi bəlkə növbəti həftə, bəlkə ondan sonraki həftə getsəyəcək. Onda mütləq vlogun çəkəcəm, shorts və uzun. Onda artıq videonun sonuna gəldik. Gələn videolar görüşənə qədər. Bye bye. XOXO.